Salam, hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Bugün Masazır qəsəbəsində yenicə satışa çıxan 1,8-də 2 sot torbağa yaxın ərazidə inşa olunmuş bir mərtəbə 9-un ona tikilmiş 3 otaqlı həyət evimizi təqdim edirəm sizlər üçün. Həyət evimiz Masaz qəsəbəsində yerləşirdi. Bir daha xatırladım sizə, əsas prospekt yola yaxın ərazidədir. Şəxsi tikili şəxsi evdir. 2 sota yaxın torpaq ərazisindədir. Evin çöldən çölə tikilişi 90 kvadrat. Evin daxili sahəsi isə 72 kvadrata yaxındır. Qanuni 3 otaq həyət evi şəxs tərəfindən tikilib, özü üçün tikilib və özü hal-hazırda evdə yaşayır. Evimizin sənəti torpağın çıxarışı var, fərdi yaşayış, fərdi kateqoriyalı, kupça asanlıqla almaq mümkündür. Bax bu həyəti, burada ağac güləkmək üçün yer var. Evin də görürsünüz yanına və arxa hissəsinə keçib hərəkət etmək olur. Göstərim sizə. Kanalizasiya mərkəzi, qazı, suyu, işığı, interneti, telefonu. Bax görürsünüz. Belə arxasında da görürsünüz. Böyle əldan var. Bütün pəncərələr dəmir barmaqlar əhatə olunub. Ev 4 dövrəmə qoşa daşda inşa olunub. Şəxsi evdir. Şəxsi öz sahibi ailəsi evdə yaşayır. Bax bu cür gözəl evimiz. Evimiz tam əşyasız satılır. Kombi, mətbəx mebeli qiymətə daxil qalacaq. Bu isə 30 kili kombi hal-hazırda işləş vəziyyətdə. Bu isə bax görürsünüz burada həyət hissəsi, mərkəzi kanalizasiyası var. Evə daxil oluruq. Evi sizlər üçün təqdim edim. Evimiz 3 otaqlı, qanuni 3 otaqlı evdir. Fərah, təmiz, təmirli, gözəl həyət evimiz. Deməli bax bu giriş isə sanitar qovşaq isə döşəmədən isitmə. Evin ümumi isitmə sistemi kombi ilə həyata keçir. Bax bu giriş hissəmiz. Girişdən sol hissədə bax bu cür salon hissəmiz var. Müəyyən əşyalar da qala bilər. Evin təmiri bax divar kağızı, kombisi işləş vəziyyətdədir. Bax bu cür qəşəng salon hissəmiz. Evimizin qiyməti 68.500 manatdan satışa çıxıb. Real müştəri olsa təbii ki endirim olacaq. Yataq otaqlarımız da kifayət qədər böyükdür. Bax görürsünüz. Böyük yataq otağı, qabarit, klassik mebeldə qoyulub. Hətta bu da öz arxa həyəti evimizin. Burada da göstərim. Divar kağızlarımız yerində, təmiz, açıq tonda olan divar kağızlarından istifadə olunub. Evimizdə bir salon, 2 yataq otağı, mətbəx, sanitar qovşaq var. Bu da böyük bir yataq otağımız yine həmçinin böyükdür, normal. Kombi öz yerində işləş vəziyyətdə. Bax, qəşəng təmirli həyət evimiz. Gözəl şəkildə 1,8-də evin daxili yaşayış sahəsi 72 kvadrat, çöldən çölə 90 kvadrat, 9-un ona tikilmiş həyət evi, qiymət isə 68.500 manat. Real müştərilərə endirim olunacaq. Sanitar qovşaq hissəmiz, döşəməsi görürsünüz, bax, isitmə, 2 daş, görürsünüz, qoşa daş. Bax, bu cür vəziyyət. İndi isə mətbəxi təqdim edim sizlər üçün. Bu da evimizin mətbəx hissəsi. Bax, mətbəxdə döşəmədən isitməli, asma tavan, spot lampalar, pəncərə altı polivoniklər, mərmərdən. Mətbəx mebeli kombi qiymətə daxil qalacaq. Hörmətli izləyicilərimizi bir daha xatırladıram. Evimiz 1,8 sotda 3 otaqlı şəxsi evimizin qiyməti 68.500 manat. Real müştərilərə qiymətdə endirim olunacaq. Buyurun, söz sizdə. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür ederim.